Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər. Sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından çıxan sözlərdən bəllidir. Kökslərində gizlətdikləri düşmənçilik isə daha böyükdür. Əgər anlayırsınızsa, biz ayələri artıq sizə bəyan etdik. Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz nazil olan kitabların hamısına inanırsınız. Onlar sizinlə rastlaşanda, biz iman gətirdik deyirlər. Təklikdə qalanda isə, sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De ki, qəzəbinizdən ölün. Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəz və Allahdan qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən Allah onların nə etdiklərini əhatə edir. O zaman sən Uhuddakı döyüşdən ötürü möminləri mövqelərə yerləşdirmək üçün səhər tezdən ailəndən ayrılıb getdin. Allah eşidəndir, biləndir. O zaman sizlərdən 2 dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımcısı oldu. Qoy möminlər Allaha təvəkkül etsinlər. Siz zəif olduğunuz halda Allah Bədirdə sizə yardım etdi. Elə isə Allahdan qorxun ki, bəlkə şükür edəsiniz. O vaxt sən möminlərə demişdin, Rəbbinizin göndərdiyi 3000 mələyin köməyinizə çatması sizə bəs etmirmi? Əlbəttə, siz səbr etsəniz, Allahdan qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış 5000 mələklə sizə yardım edər. Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq qüdrətli və müdrik Allahdandır. Bu ona görə idi ki, Allah bununla kafirlərin bir bölüyünü qırğına versin və ya onları darmadağın etsin ki, məyyus halda geri dönsünlər. Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalimdilər. Göylərdə və yerdə nə varsa Allahındır. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhəmlidir. Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Kafirlər üçün hazırlanmış oddan çəkinin. Allaha və Peyğəmbərə itayət edin ki, bəlkə sizə rəhm olunsun. Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış
genişliyi göylər və yer qədər olan cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.